hörmətli Misir müəllim, hörmətli Ceyhun müəllim və Günay xanım, hörmətli ziyalılar. Bugün biz şablon sözlərdən, standart, ümumi sözlərdən qurtarmaq lazımdır. Bəzi natiflərin çıxışında bir anlıq hesab elədim ki, biz Sovet ÖP-nin 27-ci qurultayındayıq. Bir-birimizə bəy tərifi demək prinsipcə bizə nə verir? Kifayət qədər təhsilimizdə problemlər var. Əvvəla qaydaq hörmətli Misir müəllimin dövrünə. Misir müəllim təhsil naziri olanda özü də burada iştirak edir və şəxsinə böyük hörmətim var. Təhsildə çox böyük, həqiqətən progres var idi və istər müəllimlərin səviyyəsində, istər təhsildə. Çünki Misir müəllim laboratoriyadan gəlmişdi. Yəni, auditoriyaya girmişdi, tələbə yetişdirmişdi, minlərlə tələbənin yetişməsində və digər tərəfdən onların alim olmasında, elmlər namizədə, elmlər doktor olmasında Misir Mərdanovun bir elm adamı kimi, bir pedagog kimi böyük fəaliyyəti var. Amma bugünkü təhsil naziri və bundan əvvəlki təhsil nazirlərimiz bir auditoriya görmür. Bu auditoriyada iştirak eləmişdir. Təhsil nazirimiz olmuş Mikail Cabbarov, ondan sonra Ceyhun Bayramov, hal-hazırdakı Emin Əmrullayev. Yəni bunların elmi pedagojik fəaliyyətə heç bir aidiyyəti yoxdur, bu reallıqdır. Və problem də elə buradan başlayır. Əksinə təhsil naziri və səhiyyə naziri, təhsil naziri ilk növbədə ən böyük müəllim olmalı. Çünki təhsil elə bir sahədir ki, çox strateji sahədir. Bir milləti məhv etmək istəyirsənsə, onu xəstə və təhsilsiz elə o zombiyə çevriləcək və onu idarə etmək, onun hüquqlarını əlindən almaq, istənilən hüquqlarını yemək çox rahatdır. Çünki onun özünü müdafiə etmək instinkti yoxdur. Hüququ yoxdur, təhsili yoxdur, bazası yoxdur. Və hesab edir ki, nə baş verirsə, ona ləbbiyə etməlidir. Və bugün götürək 11 il bundan öncəni, 2014-cü ilin 1-ci sinifə nə gedən deyək ki, 116 və yaxud bəzi rəqəmlərdə 118 min şagird olursa, 9-cu sinifə gəlçədə bu şagirdlərin 20-25% itir. Məktəbdən yayınır, təhsildən yayınır. Və nə işlə məşğuldur? Götürün Daxili İşlər Nazirinin statistik rəqəmlərinə baxsanız, həmin bu şagirdlərin çoxusu partiya, narkotika qurşanır. Və azyaşlıların törətdiyi kriminogen duruma baxsaq, bugün Azərbaycan Respublikasının illik kriminal statistikasına nəzər yetirəndə azyaşlıların törətdiyi cinayətlər daha da çoxdur. Səbəb, çünki onlar təhsildən yayınırlar. Nadir müəllim deyir ki, məktəbin işi təhsil vermək əsas məsələ deyil. 44 günlük müharibələr heç də onu təhsil işçiləri alıb torbağa qaytarmadı. Mən sizə bir şey xatırladım, hörmətli Nadir müəllim. Əfqan Nağıyev adında Dövlət Sərhəd Xidmətinin mavini var idi. Korrupsiya faktına görə onu Dövlət Təhlükəsizlik Xidməti... Çox üzr istəyirəm. Spikerlərimiz gözləyir, çox qısa fikrinizi bildirin, yəni tədbirimiz uzanmasın. Mənə edəcəksə, ən az danışam mənə. Yox, olmaz. Yəni spikerlərimiz... Yox, mən başa düşmüyorum, amma mən icazə verin, reglament bəyanlaşdırdınız. Çox xahiş edirəm, qoy mən fikrimi tamamlayayım. Sıxışdısınız. Spikerlərə 15 dəqiqə vaxt verilir. Sıxışdılara 3 dəqiqə. Yox, mənə əvvəla reglament verməyib, ikincisi mənə 3 dəqiqə vaxt... Yox, burada söhbət üzr istəyirəm. Elan edəndə hörmətli bilmirəm sizin adınızı xanım. Etik normalar var da, qoy mən mövqeyimi bildirim. Əgər hüququn çatışmamazlıqdan danışırsa, şagirdin məktəbdən yayılmasından danışır, mən bunları çatdırmalıyam və bu auditoriya yenə deyir. Biz Komünist Partiyasının qurultayını keçirməyik ki burada. Və xahiş edirəm, qoy mövqeyimi çatdırım. Mən müxalifətçi deyiləm, dövlətə və dövlətçiliyə də çox sadiq adamam. Cənab Prezidenti də həm şəxsi münasibətlərimiz var, açıq auditoriya deyirəm, mən çox istəyirəm. O, mən şəxsən ailəmi yaxşı tanıyır, mən də Cənab Prezidenti yaxşı tanıyım. Ancaq bütün bunlarla bərabər nöqsanlarımız var. Cənab Prezident özü dəfələrlə deyir ki, təhsildə korrupsiya var, səhiyyədə korrupsiya var. Korrupsiya yoxsa onda korrupsiya qarşı mübarizə baş idarəsi nə üçün var? Bu nöqsanlarımız var da, bu nöqsanları demək ki, onda ümumi bir-birimizi tərbiyə və deyək ki, yüksək səviyyədə danışıq. Onda bu konferansın mahiyyəti və keçirilmə səbəbləri nədən ibarətdir? Biz nöqsanlarımızı deməliyik də, burada hörmətli millət vəkilləri də iştirak edir. Və əsas məsələ, məktəbdə müəllimlərin, mən
birinci növbədə düşünürəm ki, effektiv məsələsində əməliyyatçısı çox aşağıdır. Əgər müəllim gedib dərsdən sonra da hardasa fəhləlik edirsə, onun normal əməliyyatçısı yüksək səviyyədə olsa, mənə görə mən bu gün hesab edirəm ki, müəllimlərə və səhiyyətçilərə ən azı 5.000 pul vermək lazımdır. Ən az. Və müəllimin əməliyyatçısı yüksəlsə, 88-ci ildən bu günə qədər 2025-ci ildir. Məktəb direktorları var, 37 ildir. 35 ildir məktəb direktorudur və əksəriyyət qovma əqrabasında yığılma məktəbə. Və bürokratik bir aparat yaradır. Məktəb direktorları var ki, rayonlarda uşaqların şagirdlərin adı yazılır məktəbə, hər uşaqdan 500-700 manat pul qəbul edir. Uşaq dərsə gəlmir, atestatı yazılır, qiymətlər yazılır, repetitor yazılır. Hansı ki, birinci qrupa, ikinci qrupa verir. Özünüz də bilirsiniz ki, bu problemlər var. Bunu məktəb direktorları edir. Və burada nə baş verir? Korrupsiya baş verir. Bu korrupsiyanın kökünü kəsmək lazımdır. Bu bürokratik aparatın özbaşınalığın kökünü kəsmək lazımdır. Hər şeyi yükləmək lazım deyil Sıravi müəllimin üzərində. Sıravi müəllimin hüququ var ki, Sıravi müəllim sosial mediada çıxıb etiraz edir, Nadir müəllim ki, səsinizi çıxardır. Bir müddətdə sonra məktəb direktoru 1-2 nəfər də özünə yaxın olan adamlar həmin müəllimin üzərinə qoyur, həmin müəllimi tədrisdən uzaqlaşdırırlar. Və persona non grata elan olur. Sanki o məktəbdə ən arzu olunmaz bir şəxsə çevrilir. Biz dəfələrlə bunu sosial mediada görmüşük. Bu cür nöqsanlarımız var. Gəlin, demokratik bir cəmiyyətdə yaşayırsa, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi var. Təhsildə bilavasitə, yəni vətəndaşın təhsil alması məcburidir, imperativ qaydadadır. Və Azərbaycan Respublikasının Konstitusiyasında referendum yolu ilə keçirilir və ümumi səs vermə, yəni Azərbaycan xalqının 10 milyonu xalqı o referendumda o konstitusiya səs verir. Və dövlət şagirdin və tələbənin arxasında dayanmalıdır. Biz hər şeyi valideynin üzərinə qoya bilməyik. Uşaq var ki, valideyni yoxdur. Çox erkək yaşlarından valideyni itirir. Biz Sovet İmperiyasının təhsil sistemindən danışdıq. Hörmətli Misir müəllim orada bir neçə əyani misallar çəkdi. Mən tamamilə dəstəkləyirəm Misir müəllimi. Müəllim keçən əvvəlki konferansda dedi. Biz Sovet dönəminin, mən də Sovet dönəmində qutarmışam, orta məktəbi qızıl medalına 4 dəfə beynəlxalq olimpiyadanın qalib olmuşam riyaziyyat fənnindən. Ali məktəblərin hamısını fərqlənməklə qutarmışam və hüquq fakültəsində fərqlənməklə qutarmışam. Ən cavan yaşlarında 23 yaşında elmlər namizəd olmuşam, amma Sovet təhsili almışam. O Sovet təhsilində müəllim ona görə müqəddəs idi ki, müəllimin birinci növbədə ədaləti var idi. Müəllim özü də tərbiyə, yəni müəllim o səviyyədə Allahlaşdırılmışdı ki, bizə valideynlər müəllimə müqəddəs insan kimi baxmağı tövsiyə edirdi. Amma bu gün o tərbiyə yoxdur. Nə ailələrdə var, ailələrin ilkən dağılması, nicahların pozulması, mən keçən iclasda dedim. Əgər bu gün ən uzun ömürlü ailə 2 il davam edirsə və xanımlarımız gelib 2 ildən, 3 ildən sonra boşanırsa 2 uşağına aliment tələb edir 286 manat. Bu da toplam elində gəlir 535 manatı keçir. Ata 535 manatı uşağa verməlidir. Plus Bakı şəhərində mənzillərin qiyməti artıq 3000 manatdan yuxarıdır 1 kvadrat metri. Və bu nə ilə dolanmalıdır? Biz istər-istəməz onu digər alternativ yollara məcbur edirik. Özümüz yaradırıq onu o şəraiti. Onun quldur olmağa, oğru olmağa, digər qeyri-qanuni yollara getməyə biz özümüz məcbur edirik. Mən keçən iclasda dedim və bu gün də deyirəm. Ailə kiçik dövlətdir. Dövlət özü böyük ailədir. Böyük ailənin başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab Prezidentdir. Və Cənab Prezidentin də bir nömrəli ali məqsədi odur ki, bizim neft sektorumuzda, qaz sektorumuzda tükənəcək, amma qeyri-neft sektorunda əsas güc intellektual əqli mülkiyyətin üzərinə qalır. Yəni gələcək nəsilləri. Biz elə bir nəsil yetişdirməliyik ki, Ceyhun müəllim deyir ki, süni intellektdəki 2032-ci ildə Ermənistanın verilən cavab deyir ki, Qarabağ yenidən Ermənistana məxsus ola bilər. Əgər biz yeni sağlam gənclik yetişdirməsək, şəxsiyyət yetişdirməsək, hər şey şəxsiyyətin üzərində formalaşır. Bugün bütün dünya dövlətləri investisiyanı niyə Azərbaycana qoyurlar? İlham Əliyevin şəxsiyyətinə görə. Çünki deyil, imzam, sözümdür, sözüm imzamdır. Yəni mən şəxsiyyətəm. Dediyimi, götürdüyüm öhdəlikləri geri götürmürəm. Nümunə özümə. Sevgili Peyğəmbərimiz sallallahu aleyhi və sallam bütün kutsal hədislərində buyurdu ki, islahatlar mənim özümdən başlayır. Yəni o nümunəni mən özüm göstərməsəm, heç kim mənim arxamda gəlməyəcək, heç kim İslam dinini qəbul etməyəcək, heç kim də mənim Allahın elçisi olduğumu görməyəcək və qəbullanmayacaq. Ola
bilər ki, biz protokol xəttindən danışarıq, kimlərsə nədənsə ehtiyat edər, qorxar, əsl həqiqəti deməz, yola bilər ki, başım bədənimin üstündə salamat qalsın. Amma gerçək həqiqətləri hər zaman demək lazımdır. Və onda insan şəxsiyyət olur. Protokol naminə, ütülü sözlər, bir-birimizi yola verər. Boş səfihlər, bunlar heç vaxt, heç bir dövlətə, heç bir xalqa uğur gətirmir. Ən yaxşı halda biz zombiləşik, ya Şimali Koreya ola bilərik, ya Türkmenistan ola bilərik, ya da Mozambik, Djibouti. Bundan ötürü ola bilməz. Onsuz da siz baxın BMT-nin 2025-ci ilin statistikasını dünən Bakı TV'də verib bunu artıq və bu barədə geniş informasiyalar gelib. Səhiyyə baxımdan keçirilən sorğuların əsasında Azərbaycan əhalisinin yaşam həddi gəlib 58-ə çatır. Cənubi Afrikada isə bu yaş həddi 48-50 arasıdır. Və Azərbaycanda bu gün təqaüdə gedənlərin cəmi 6% təqaüd ola bilir. Təqaüd yaşına çatmır. Ölüm halları, ürəkdən tutma halları, beyin infarktları halları həddindən artır və Avropanın birinci ölkəsindən çevrilir. Artıq Avropada birinci ölkə. Bu rəsmi statistikadır. BMT-nin dünən açıqladığı statistikadır. Və bu barədə yenə deyirəm, bir çox kütləvi informasiya vasitələri dünən bununla bağlı geniş reportajlar hazırlayıblar. Yəni, bu çox belə ciddi siqnaldır. Əgər bir millətin qaydadan qalmaq istəyirsə, birinci növbədə onun ziyalısı səmimi olmalıdır. Açıq danışmalıdır. Ziyalı diplomuna, elmlər doktoru, akademiklə olmur. Akademiklərimiz tanıyır ki, nə latınca, nə kirincə çox yox bilmir. Belə akademiklər biz çox görmüşük, var, hal-hazırda da var. Bu barədə hörmətli Misir müəllimin də çıxışlarına baxmışam, o çıxışları mən dəstəkləyirəm. Çünki tənqidə açıqdır və demokratik fikirli insandır. Mən ona görə onun, bizim heç bir biyoloji və digər qohumluq əlaqələrimiz yoxdur. Sadəcə və sadəcə demokratik təfəkkürlü insan olduğuna görə dəstəkləyir. Və bu gün sevimli Peyğəmbərimizin heç bir ali təhsil olmayıb. İmadiyyatın Nəsimi 48 il yaşayıb, aydında bir dənə cındır olub, amma adına rayonlar var, məktəblər var, ona görə ki, şəxsiyyət idi. Teymurləngi qətlə yetirməkdən ona görə qorxurdu, çox böyük şəxsiyyətdir. Teymurləngi tarixə qara hərflərlə yazdıracaq. Bugün Maybatda gəzmək, bahalı kostyumda gəzmək, bahalı don geyinmək, bahalı saat tapmaq və yaxud da çoxlu diplomlarını Sorbonne Universitetinin Cambridge, Harvard'ı tutarmaq sənin şəxsiyyət olmalıdır. Gelib orada siz, ola bilər mən, xüsusi xidmət orqanlarının təsir altına düşə bilərəm, onların ajanı ola bilərəm, məsələn, işləyə bilərəm Amerika Birləşmiş Ştatlarına, İngiltərənin mühafizəsinə və ya Mərkəzi Kəşfiyyat İdarəsinə. Hələ o şəxsiyyət olmaq demək deyil. Şəxsiyyət olmaq vətəninə, torpağına, millətinə, ümmətinə, dırnağından tükünə qədər sədaqətli olmaq deməkdir. Və sonda sevimli Peyğəmbərimizin bir qüdsal hədisi ilə fikrimi bitirmək istəyirəm. Hər zaman o böyük şəxsiyyət hər birimiz üçün nümunə olan və unutmayaq ki, 70 il Sovet İmperiyasında 3-cü şəxs olmuş vəzifə baxımından mənəviyyatın birinci şəxsidir. Rəhmətli Ulu Öndər də hakimiyyətə gələn kimi məhz Məkkəni Mədinəni ziyarət elədi, sevimli Peyğəmbərimizi ziyarət elədi və İslam müqəddəsləri haqqında çox geniş bir müsahibə verir. Sevimli Peyğəmbərimiz deyildi, məni əvvəli iki şey beynimi qırdı. Dinsiz alim, elimsiz abid. Elimsiz abid xurafata varır, uydurmalar edir. Dinsiz alim də demagogdur, yazır, pozur, amma mənəviyyatdan xəbəri yoxdur. İnsan savadlı ola bilər, amma şəxsiyyət olmaya bilər və intellektual şərəfsiz ola bilər. Gəlin, biz bugün Ceyhun müəllimin o sonuncu çağırışına mən də deyirəm, insanların şəxsiyyət kimi formalaşmasında bütün gücümüzü səfərbər edək. Bu, burada əyləşən həm bəylərin, həm də xanımların mənəvi borcudur. Və sonunda da sevimli Peyğəmbərimizin bir fikri ilə də bitirəm ki, mənə bir hərf öyrədən müəllimə 30 il qul olaraq. Diqqətinizə görə təşəkkür edirəm.